Sonsuzluğun müalicəsində ən önəmli müayinələrdən biri də boru keçicinin yoxlamaqdır. Boruların yoxlanılması çox mütləqdir, çünki bəzən yumurtaqlarda hər bir şey qaydasında olur, dominant folikul olur, partlayır, amma sperma ilə folikulun görüşməsi üçün, yumurta hüceyrənin görüşməsi üçün bir yol olmalıdır. Həmin o yol hamilə qalmaq üçün önəmli bir səbəbdir. Biz pasiyentimizdə boruları yoxladıq. İlk dəfə yoxlamışdıq. Borularda keçiricilik demək olar ki, yox idi. Artıq müalicələrdən sonra, 2 kurs müalicə keçəndən sonra artıq sol borumuzda keçiricilik bərpa olunur. İnşallah bir kurs müalicədən sonra Allahın qisməti ilə pasiyentimiz hamilə qala bilər. Hər iki boruda boru bağlı idi. Amma sol borudan bu gün baxın, yoxlaya bilərik. Boruya Douglasa maye töküldü. Demək ki, sol borumuz artıq fəaliyyətə başlayıb. İnşallah pasiyentimiz hamilə qalar. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.